Salam, mən Kənan Məstəliyev, Rekorda saytın baş redaktor idman jurnalistiyəm. Siz isə 11 adamdasınız. Həmişəki kimi dostum, həmkarım, dəyərli jurnalist Anar Xanovla bir yerdə olacağıq. Müsahibəni bir yerdə götürəcəyik. Anar, xoş gəlmisən. Axşamı xeyir Kənan. Qonağımız isə milli komandanın sabiq futbolçusu, dəyərli futbolçularımızdan olan, ulduz futbolçularımızdan olmuş, sonra isə karyerasını bir məşqçi kimi davam elətdirmiş, hamının yaxşı tanıdığı Samir Əliyevdir. Samir Əliyevə xoş gəlmisiniz. Xoş gördük, axşamınız xeyir olsun. İlk öncə sizə çox sağ ol demək istəyirəm ki, verilişə məni dəvət elədiniz. Uğurlu olsun, xeyirli olsun, uzun ömürlü olsun. Ümid edirəm ki, bugünkü verilişimiz maraqlı olacaq. Çünki həqiqətən də sizləri, belə deyə də köhnələri görəndə adamın ürəyi açılır. İstəyir ki, daha çox futboldan danışsın, daha çox ürəyini açsın. Yəni problemlərimizdən danışaq. Təşəkkür edirəm sana. Biz sizi görməyə çox şadıq, çünki köhnələr məsələsində dediniz, sizin karyeriniz bizim gözümüzün qabağında keçib və həmişə maraqlı olmusunuz. İndi müsahibə özündə həm də futbolçu olaraq həmişə maraqlı olmusunuz, rəngarəng futbolçu olmusunuz. Bugündən danışaq, hal-hazırda nə işlə məşğulsunuz? Hal-hazırda heç nə. Bilirsiniz ki, yanvar ayında U21 milli komandasından ayrıldım. Artıq 5 aydan çoxdur ki, 5 ay deyək də belə. Evdəyik. Təkliflər olmur? Açığı heç bir təklif yoxdur. Deməli, 19, 20, 21-də işləyən dövrdə nə gizlədim, yəni təkliflərim olurdu. Yəni olmuşdu, imtina eləmişdim, amma hələ ki yoxdur. Ümid edirik ki, bundan sonra olar. U21 demişkən, hal-hazırda veriliş elə gətirdi ki, biz verilişi çəkdiyimiz vaxtda U21 yığmaq komandamız Belarusla yoldaşlıq görüşü keçirir. U21-dən danışaq, mövzu düşmüşkən. Əslində fəaliyyətiniz pis deyildi, yaxşı başlamışdınız. Yəni prosesi idarə edə bilirdiniz. Yəni görünürdü ki, Samir Əliyevin ortada işi var, amma nəticə baxımından alınmadı. Yəni belə deyək, niyə alınmadı, nələr alınmadı? Açığı deyim, çox ümidli gəlmişdim mən 21 yaşlılara. Əlbəttə istəyirdik ki, həm yaxşı nəticə qazanaq, həm yerli uşaqları üzə çıxardaq. Amma təəssüflər olsun ki, yəni istədiyimizi əldə edə bilmədik. Onu deyim ki, bu gün milli komandada işləmək daha çətindir nəinki klublarda. Çünki geniş seçimin olmur. Yəni futbolçu baxımından kasat heyətin olur və məcbur olursan əlində olan hansı material varsa, onlarla Avropanın belə deyək də güclü ölkələrindən mübarizə aparasan. Elə oldu ki, həqiqətən də pis bir vaxta düşdük. Limit yığışdırıldı. Demək olar ki, 21-ə olan namizədlər heç biri, yəni əksəriyyəti birinci divizyonda, əvəzli heyətdə, sintetik meydançalarda, yəni belə bir şəraitdə məşq edirlər, oynayırdılar. Siz bilirsiniz ki, hər dəfə oyunlardan sonra mətbuat konferanslarında yəni gileylənirdim, hər dəfə hətta bəlkə də xahiş edirdim ki, üzümü tuturdum klub rəhbərlərinə, məşqçilərə ki, 21-in futbolçularına daha çox şans verin ki, bu futbolçularda həm oyun praktikası olsun, həm fiziki cəhətdən az da olsa istədiyimiz səviyyədə olsunlar. Çünki seçmə mərhələdən öncə biz çox güclü, həmişə mən AFA rəhbərliyinə xahiş edirdim ki, güclü rəqiblər seçəndə yoldaşda oyunda güclü rəqiblərlə qarşılaşaq ki, biz orada o boşluqları görək, o səviyyəni görək, futbolçular da görsün və nəyin üzərində işləməli olduğumuzu həm futbolçular, həm biz, həm klub məşqçiləri görsün. Ümumi belə deyək də, biraz geniş danışım. 21-də olan zamanda 55-ə yaxın səhv eləmə futbolçunu sınaqdan keçirdik. Çalışırdıq ki, hər bir futbolçuya bir şans verək ki, özünü göstərsin. Yoldaşlıq oyunlarında pis deyildi. Yəni, qalib gəldiyimiz oyunlar da vardı. Oyun üslubu çalışırdıq ki, quraq. Amma Avropaya çıxanda o seçmə mərhələdəki o rəqiblər ki var, İngiltərədir, Ukraynadır, Serbiyadır,
Şimali İrlandiyadır, hətta Lüksemburqdur. Yəni orada artıq tamam başqa sürətlər idi, tamam başqa futboldur və biz ola bilsin qıraqdan tamam başqa bir görsənirdi, amma artıq yəni orada görürdük ki, biz yəni nə qədər arxadayıq. Yəni belə bir ifadə işlətdiniz ki, yəni əlinizin altındakı material məsələsi var. Yəni nə varsa ondan istifadə etməlidir. O var olan nə səviyyədədir? Yəni belə başa düşdüm ki, bizim hələ hətta Lüksemburqa çatmağa belə Mən sizə bir söz deyim də. vaxtımız Deməli Ukrayna ilə biz İspaniyada seçmə mərhələlərinin oyununu oynayırdıq. Mən bir tanış menecerim var. Ukraynada futbol oynayan vaxtlarından tanıyırdım onu. Tez-tez biz onunla ünsiyyətdə olurduq, danışırdıq və o məndən Azərbaycanda perspektivli, potensiallı futbolçuları soruşurdu. Belə olan halda əlbəttə mən də bir məşqçi kimi, həm bir Azərbaycanlı kimi istəyirdim ki, bizim futbolçular, yerli uşaqlar qırağa çıxa bilsin, özlərini göstərsin və bunun üçün də hansısa bir menecerin yəni bunları qırağa çıxartmaq lazım idi. Elə oldu ki, həmin menecer İspaniyaya gəldi və oyuna canlı baxdı, özü də Ukraynalıdır. Və təsəvvür edin, həmin oyunu biz belə deyək də, yaxşı oynadıq, kifayət qədər yaxşı mübarizə apardıq. Baxmayaraq ki, 1-0 uduzduq, qolu 11 metrədən buraxdıq. Hansı ki, hakim də oyundan sonra yəni bu oyununu aldı ki, harda səhvə yol verdi, çünki var yox idi deyə. 1-0 məğlub olmağımıza baxmayaraq çox yaxşı çıxış elədik, uşaqlar döyüşdü, vuruşdu, qol vəziyyətləri yaratdıq. Və oyundan sonra yəni mən özüm Zənşurda danışdıq, dedi, Rusca dedi ki, yəni izvini Samir, yəni bağışla Samir, amma sizdə o səviyyədə futbolçu yoxdur. Və bu məni məyus elədi. Məyus oldum ki, yəni Ukrayna seçməsi hətta biz həmin oyunu yaxşı oynamışdıq. Və bayaq o potensial dediyinizə belə bir cavab. İstərsən məyus olursan, sən də istəyirsən ki, misal üçün əlinin altında yaxşı material olsun, bir mövqeyə 3-4 dənə namizəd olsun, kimsə özlərində işləməyəndə cəzalandıra biləsən və yaxud da fərqli-fərqli oyunlar olur, fərqli-fərqli oyun üslubunda oynayan komandalar olur, taktik gedişlər var. Hər bir komandaya qarşı istər onun güclü cəhətlərini zərərləşdirmək üçün əlində material lazımdır, zəif cəhətlərindən də istifadə eləmək üçün yenə material lazımdır. Belə bir çətinliklər var idi. Amma buna baxmayaraq heç vaxt narazı olmamışam. Uşaqlar çıxırdılar, var qüvvələrlə oynayırdılar. Əlbəttə səhvlər olurdu və rəqiblər səhvləri bağışlamırdı. Ən pisi o idi ki, qol vəziyyətlərimiz olurdu. Elementar epizodları dəyərləndirə bilmirdik. Yəni bu siklda 2 dənə 11 metrəmiz olub. 3 dənə, birini istifadə eləmişik, ikisini istifadə eləyə bilməmişik. Xeyli indi deyirsiniz, işsizəm, amma oturub hərdən mən o oyunlara baxıram, təhlil edirəm və görürəm ki, həqiqətən də ustalıq səviyyəsi o deyil. Çünki qol vəziyyətləri reallaşdırmaqda çətinlik çəkirik. Ən son seçmə mərhələdə biz evdə Serbiya millisinə məğlub olduq, ev oyununda 2-0. Yəni statistikaya görə hər tərəfli biz onları üstələdik. İstər qol vəziyyətlərində, istər birə-bir mübarizələrdə. Amma rəqib 3 dənə hücum elədi, 2 dənə qol vurdu. Biz isə boş qapıdan çıxardırdıq. Yəni boş qapıya vura bilmirdik. Yəni bu hamısı bəhanə ola bilər. Səbəblər haqqında düşünmüsünmü? Yəni səbəblər nə ola bilər? Yəni təbii ki, bildiyimiz səbəblər var, amma əsas səbəblər nə fikirləşirsiniz? Ustalıq səviyyəsi. Ustalıq səviyyəsi biz bu yolu keçə-keçə gəlmişik. Yadınızdadırsa Şəfa komandası var idi. Şəfadan orada çıxış eləyə nə qədər futbolçu üzə çıxdı və həmin o pokoleniya belə deyək bir neçə il Azərbaycan futboluna indi yaxşı pis xidmət elədi. Belə bir məsələni qaldırırdıq. Belə bir məsələni deyirdi federasiyada ki, bəs bir komanda lazımdır, cavan uşaqları ora yığmaq, bir yerdə məşq eləmək, orada Samir olmasın, qeyri başqası olsun, amma bir məşqçinin əlinin altında, hətta birinci dəstədə belə oynasalar, ona da razıyıq ki, tək oynasınlar, uşaqlar bir yerdə olsun, çünki bu gün Azərbaycan futbolunun durumu bəllidir, milli komandalarımızın nəticələri bəllidir və açığı
Bu Ayxan Abbasovun təyinatında mən bir məşqçi kimi, həqiqətən də bir həmkar kimi sevindim. Həm Ayxana görə, həm də o verilən qərara görə ki, 21-in bazasını Şamaxıda formalaşdırmaq istəyirlər. Bu cəhətdən çox yaxşı bir addımdır. Amma bir şey var da, yəni orada deyirik legionerlər də olsun, cavan uşaqlar legionerlərdən nəsə götürsün, öyrənsin, püxtələşsin. Əlbəttə ki, belə olan halda fikrimcə Şamaxıya hardasa güzəştə də getmək lazımdır ki, Ayxan Abbasov orada yəni həm bilirsiniz ki, sonuncu yer tutan aşağı düşür. 11-ci yerdən bitirən 12 komanda olacaq. Səhv eləmirəmsə play-off oynayacaq. Yəni hansı bir güzəştlər olsun ki, Ayxan Abbasov orada çox da nəticəyə köklənməsə belə komanda formalaşdırmaqda biraz rahatçılıq olsun. Çünki biz həqiqətən başqa ölkələrlə hər dəfə Azərbaycan futbolunu müqayisə edirik. İstər Gürcüstanla, istər Avropa ölkələrindən. Deməli, Özbəkistan futbolunun durumu bəllidir hər kəsə. Adamlar Olimpiya oyunlarında oynadılar. Bir qrupda İspaniya yığmasından, hansı ki Olimpiya çempionu oldu. İspaniya yığmasının heyətində 6-7 nəfər səhv eləmirəmsə Barcelona futbolçuları oynayırdı. İstər o Kubarçı olsun, istər orada başqaları olsun. Həmin oyuna baxdıqda görərsiniz ki, Olimpiya çempionu ilə İspanlarla özbəklər başa-baş mübarizə aparırdı. Bu da yəni təsadüfi bir şey deyil. Mən özüm də ondan İslam oyunları öncəsi araşdırdım. Özbəkləri, onlarda deməli belə bir komanda var idi. İndi bilmirəm fəaliyyət göstərir yoxsa yox, Olimpik. Məşqçiləri Gürcü, yəni Özbəkistanda doğulan bir Gürcü. Milli komandanın oyunçularını ora yığıb, klub kimi Premyer Liqada 21, 20, 19 yaş uşaqlarla Premyer Liqada oynaya belə bir sistemlə, belə bir yanaşma ilə iştirak edirdilər və bu əbəs deyildi. Yəni həm 23-ün, onlarda 21 yoxdur, 23 idi. Çünki Asiyadır, Olimpiya oyunlarına hazırlaşırlar. Asiya oyunları U23-dür, bilirsiniz ki. Yəni belə bir sistem var idi. Təməl prinsiplərdən soruşmaq istəyirəm. Məsələn, deyirsiniz ki, acı bir penaltini vura bilmirlər. Yəni penaltini vurmaq da yəni elə bir çətin bir iş olmamalıdır. Buna birincisi psixoloji hazırlıq lazımdır. Bir də bir adi bir ustalıq lazımdır. Penaltidən ziyadə ələ düşən epizodları vurmaq lazımdır. Siz də hücumçu olmusunuz və yəni yaxşı da hücumçu olmusunuz. Yəni ən azından qol vurmaqda problemimiz var. Niyə o 21-dən bir nəzərdə tuturam? Çünki əsas komandada belə bir problemimiz var. Yəni biz ümumiyyətlə elə Premyer Liqanın da bombardirlər siyasına baxanda, yəni orada 8-10 nəfərin cəmi bir dənə Nəriman Axundzadədir. O da Qarabağın oyun sistemində uyğun olduğunu görə rahat o imkanlardan istifadə edir. Yəni o da çox qol vurmayıb. Yəni bizim futbolumuzda qol vurmaq problemi var. Bundan başlayaq. Yəni elə o fiziki hazırlığı, atletik onları qoyuram qırağa. Qol vurmaq problemi var. Bunun səbəbini nədə görürsüz? Valla bilirsiniz, bu qol vurmaqdır, bu 11 metrədir. Bu hamısı təcrübə ilə irəli gəlir. Yəni oynadıqca bilirsiniz ki, bir futbolçu tək məşq eləməklə yox, oynaya inkişaf eləyir, təcrübə toplayır. 11 metrə də məncə o xüsusi bir istedad olmalıdır. İstedaddan başqa da düz deyirsiniz, o elə bir gərgin oyunlar olur ki, orada mental hazırlığın yüksək səviyyədə olmalıdır. Deməli, Şimali İrlandiya ilə 1-0 arxadayıq. Çox gözəl bir epizodumuz olur. Tək-tək çıxır, rəqib müdafiəsi yıxır, nəsə qırmızı alır 11 metrə, rəqib qalır 10 nəfərlə. Və bu qırılma nöqtəsidir. Burada 11 metrəni istifadə edirsən, hesab 1-1 və artıq psixoloji üstünlük qazanırsan. Yəni belə bir təcrübəmdən misal gətirim. Camal Cəfərov, hansı ki, ondan qabaq biz istər İslam oyunlarında 11 metrdən qol vurmuşdu adam. Sonra Özbəkistan U20-sinlə biz Bakıda 2 dənə yoldaşda oyun oynamışdıq. 3-2-danda orada da qol vurmuşdu. Yəni bu adam vuran idi və biz buna tapşırmışdıq. 11 metrəni vura bilmədi. Camal da psixoloji sındı. Komanda da artıq sındı. Rəqib də yaxşı müdafiə olunan bir komanda idi. 10 nəfərin oturdu arxaya və artıq müdafiəsini yara bilmədi və belə də məğlub olduq. Sonra bir epizod da oldu. Bir dənə də 11 metr olub Nəriman Axundzadə serblərin oyunda istifadə edə bilmədi. Olur da futboldur. Mən futbolçuları qınamıram.
Ümumiyyətlə sanırım, 21-dən danışdıq. Siz 21-də oynadığınız dönəm səhv eləmirəmsə oynamışdınız o vaxt Əskər Abdullayev vaxtında. Və o vaxt komanda Sumqayıtda oynadığına görə oynar. Mən əksəriyyətinə baxırdım. 8 ya 9 hal yığmışdıq. Yəni o vaxtda şərait daha pis idi. Ümumiyyətlə şərait yox idi belə 21 üçün. Toplanış keçilmirdi. O vaxt necə olurdu? O güclü rəqiblərlə biz Macarıstan udmuşduq, Moldaviyani oynamışdıq, yadıma gəlir Slovakiyanı oynardı, xal götürmüşdük. Yəni o vaxt xal götürə bilirdi. İndiki daha yaxşı şəraitdə məşq edən uşaqlar götürə bilmir xalı. Yəni nə ilə bağlıdır? Yəni onu da ustalığa bağlayaq, yoxsa o vaxt siz daha çox oynadığınız klublarda onunla bağlı idi, yoxsa mental düşüncədə dəyişiklik olub? Belə deyim də, indi siz dediksə mən o illərə qayıdıram. U21-də 2 sikl oynadım. Bir sikl Ağasəl Mirzabadın rəhbərliyi altında, bir sikl da Əskər Abdullayevin. Həmin dövrdə nəzər yetirsək, o vaxt Azərbaycan çempionatında legionerlər yox idi. Söhbət 97, 98, 99 həmin illərdən gedir. Və yerli 21-də olan oyunçular Zaur Tağzadə olsun, nə bilim, yəni siz yadıma elədiksə, Emin Quliyev olsun, Zaur İsmailov olsun, nə bilim, sonra Cahangir Həsənzadə, Emin İmaməlliyevdir, Ceyhun Sultanovdur. Yəni bir çoxları da, ola bilsin kimlərsə unuduram. Yerli çempionatda oynayırdılar. Yəni bayaq qeyd elədiyim kimi futbolçu oynamalıdır, oynamalıdır. Əgər futbolçu təsəvvür edin, birinci dəstə təzə yaradılıb da belə deyək. Bəli. 2 ildir. Birinci dəstəyə oxşayan bir şey olur. Çünki ondan qabaq həm əvəzli heyətlə birinci dəstə birləşmişdi. Yəni onu elə həm də idman prinsipləri yox idi deyə, yəni. İstəgəl baxın, əvəzli heyətdən futbolçuları dəvət edirsən və yoxud əvəzli heyətlərin gəlib oyunlarına baxırsan, o liqanın oyunları 90% sintetik meydançalarda olur. O sürət yoxdur, o temp yoxdur, o mübarizə yoxdur. Avropaya çıxanda orada tamam başqa sürətlərdir. Tamam başqa tempdir. Elə belə bir misal da gətirim sizə. Deməli oynayırıq Suraxanda ingilislərlə. Oyundan qabaq ingilislər də bilirsiniz ki, heyətində dahi ümumi ingilis 21-nin nətər deyim, ümumi transfer qiyməti yarım milyard idi. Maduekesidir, Elliotudur, nə bilim falan. Bizim ölkə futbolundan almaları təbii. Ölkə futbolunun əlbəttə ki, çox güclü heyəti vardı. Oyundan qabaq mən belə bir tapşırıq verdim ki, ola bilsin biraz qeyri-peşəkar danışıram. Yəni meydançanı sulamasınlar. Meydançanı sulamasınlar, çünki onların gücü bəllidir. Yəni rəqib topu sürətli gəzdirməsin, çünki o sürətlə ayaqlaşa bilməyəcəkdik biz. Hətta oyundan qabaq onların baş məşqçiləri də nəsə gileylənmişdi, narazılığını bildirmişdi ki, niyə sulamayıblar, niyə çeylənməyiblər, yəni. Hətta demişdi ki, yox, gələrsin İngiltərəyə. İngiltərə, o vaxtda danışaram İngiltərədə. Gələrsin İngiltərəyə. Amma buna baxmayaraq yenə də bilirsiniz nətər, ingilislər tamam başqa səviyyədir. Təsəvvür eləyin, futbolçular Premier Liqada oynayır. Championshipdə yox, Premier Liqada əsas heyətdə demək olar ki, oynayırlar. Ona baxmayaraq yenə də 5-1 uduzduq, yəni xeyir olmadı. İngiltərədə isə artıq o meydançaya çıxanda bir gün qabaq o predeqravoy məşq, oyun qabağı məşq deyək də, məşqə çıxanda o futbolçular ki, o meydanı, o sintetik meydançadan, o ideal xalçaya çıxanda artıq bəlkə də düşüncə olaraq 2-0 məğlub durumdaydılar. Həmin məşqçi gəlib bir söz demədi? Həmin məşqçi deyil, tamam başqa bir məşqçi idi. Bir dənə də bir maraqlı bir şey danışım sizə. Təsəvvür edin, birinci isə yaxşı pis mübarizə apardıq. Şimali İrlandiyadan qayıtmışdıq. 3 gün öncə oyun oynamışdıq. Orada da böyük hesablı məğlub olmuşduq. İstər fiziki yorğunluq, istər psixoloji yorğunluq və axırıncı oyun İngiltərə ilə nə qədər psixoloji çalışsaq da futbolçuları hazırlayaq. Yenə də istər-istəməz çıxır, o atmosfer 20 min. Özü stadion dolu idi. Stadion, təsəvvür edin, birinci isə 2-0 bitir, ikinci isə başlayır. 60-cı dəqiqə məşqçi buradan qışqırır, pres. İngilis futbolçular çalışırlar, top saxlayırlar da, özlərini qoruyalar. Son oyunda 3-0-dır, səhv eləmirəmsə hesab. Məşqçi belə bir yaxındır da, eşidirsən. Qışqırır, pres, speed. Yəni sürət, pres. Belə çöndüm, baxdım ona. İstədim deyəm, my friend, biraz yavaş elə. Gördüm, xeyri yoxdur. Həmin səhv eləmirəmsə, bizim futbolçuların bütçə ilə də var, problem var da. Bunlar daimi sünnədə oynadığına görə nəsə var da. O qədər problem var. Siz nətərdir, belə danışmaq istəmirik. Yəni 32 dəfə gedib orada görürlər də. Sizi inandırım, elə futbolçu olub ki, təlim məşqə gəlib cırıq butsu ilə.
Adam belə baxıb, məsələn, butsunu üstünü leykoplastla belə bağlayıb məşqə çıxıb. Elə bir situasiya, yəni olan şeyi deyirəm sizə. 21-in futbolçusu cırıq butsu ilə 21-in təlim məşq toplanışından gəlir. Amma bəhanə deyil. Biz də zamanında cırıq butsularla oynamışıq, ayaq yalını oynamışıq, yəni. Belə şeylər olur. Maraqlı bir qanun necədir? Bax siz bu başınıza gələn bu hadisələr 10 il əvvəl olmayıb da. Cəmi 6-7 ay əvvəl oldu. Heç 1 il tamam olmayıb belə baxanda. İndi baş məşqçi Ayxan Abbasovdur. Ayxan Abbasovun məşqçiliyinə şübhə yoxdur. Yəni həqiqətən də bəyəndiyim, təqdir elədiyim məşqçidir. Bilirik ki, bacarıqlı məşqçidir. Yəni bu problemlər ortadan yoxa çıxmadı da. Yəni bu futbolçular 1 il əvvəl o vəziyyətlərlə 1 il ərzində super Messi olmadılar ki. Yəni bu halda Ayxan Abbasov nə dərəcədə dəyişə bilər komandanı? Nə böyük uğur qazana bilər ki? Vallahi Ayxan Abbasovun məşqçilik bacarığına heç kimin şübhəsi yoxdur. Çünki klublarda dəfələrlə sübut eləyib. Açığı, əgər o futbolçular, indi bilirsiniz ki, limitdə yığışdırılır. Əgər mən bayaq da qeyd elədim ki, yaxşı bir şey odur ki, U21-in bazasını elə bir Şamaxıda toplamaq istəyirlər. Yəni toplayırlar. Bu gün də bir xəbər oxudum. Səbaildən olan futbolçu Şamaxı ilə artıq müqavilə bağlayıb. Bu Ayxan Abbasovun üstünlüyü ola bilər ki, həmin futbolçular o hazırlayır. Amma yenə də nətər deyim, bu gün biz Avropa ilə ayaqlaşmaq üçün bir zamana ehtiyac var. Zamana ehtiyac var. Çətin olacaq, amma yenə deyim, siz yoldaşlıq oyunu biraz aldadıcı olur. Ayxan Abbasov çox uğurlu başladı. Moldova ilə yoldaşlıq oyunda qələbə qazandı. Makedoniya heç oynadı hardasa. Bu məşqçi üçün də yaxşıdır, futbolçular üçün də yaxşıdır. Həm məşqçiyə ümid verir, həm futbolçuya bir ümid verir. Hal-hazırda Belorusiyanın oyunu gedir, indi bilmirik oyun necə gedir. Amma ümumi baxanda həqiqətən də mən o yolu keçmişəm. Həqiqətən də siz yenə deyirəm, bu gün ayaqlaşmaq çətindir, amma zamanla yavaş-yavaş o deyirsiz, nə vaxtsa 9 xaldan çox səhv eləmirəm toplamamışıq. 8-9 olub, güclü rəqiblərlə mübarizə aparmışıq. Ümid eləyirəm ki, siz nətərdir? Biri var, hansı oyunda bəxtin gətirə. Bəxtin gətirə. Olub əvvəllərə bəxtimiz gətirib, qapçı ideal durub, qapçının günü olub, rəqibin günü olmayıb, ya sənin hardasa 1-2 dənə qol vəziyyəti yaradıb, qol vurubsan, 3 xal qazanıbsan. Əlbəttə istəyərdim ki, elə olmasın. Bəxt yox, oyunla, futbolçuların keyfiyyətinlə biz belə bir qələbələr qazanaq. Bir də sanırım, bu futbolçuların bax psixologiyasında problem var. Mən bildiyimə görə siz də işləyəndə U21-də bəzi futbolçularla problem yaşamışsınız. Yəni ümumiyyətlə bu bizim əksər məşqçilərdə olub. Xüsusən də ideal klublarda biraz özünü göstərən gənc futbolçular sonra gəlirlər 21-də ümumiyyətlə oynamaq istəmirlər. Müxtəlif bəhanələrlə toplanışdan yayınırlar. Yəni bu da əslində bir ciddi problemdir. Yəni bu bizim futbolçuların bir mental psixoloji problemləri də var. Yəni buna da toxunanda bəlkə bu da mane olur gedib kənarda oynamağa və yaxud da millidə canla başla oynamağa. Ola bilər olsun, düzdür. O problem həmişə olub, var, yenə də olacaq. Düzdür, olub bir-iki də belə bir insident olub. Bilmirəm siz nəyi nəzərdə tutursunuz. Nəriman Axunzadə ilə bağlı səhvəniz olmuşdu deyəsən, deməli açıqlama gətirsəz yaxşı olar ki. Yusuf İmanov da deyəsən viza məsələsi ilə. Yusuf vizanı bəhanə deyəsən, məndə olan məlumatda bəhanə eləyib gəlməyib, amma sonra məlum oldu ki, problem o deyil. Amma Nəriman zədəsi olduğunu deyib, sonra klubda oyuna çıxıb. Yəni bunlar çünki son illərdə yetişən üzrə olan futbolçular da açıqlama gətirsəz yaxşı olar. Həqiqətən bu futbolçularla bağlı problem olubmu? Yox, problem bilirsiz kimdən olur? Kim mübarizə aparmaq istəmir, qaçmaq istəmir. Fərqi yoxdur, harda olursa olsun, sən peşəkar futbolçusansa ürəyin qoymalısan. Nəriman Axundzadə ilə belə bir ciddi problemimiz olmayıb. Bir dəfə olub, biz Türkiyəyə yoxlanış, yəni yoldaşlıq oyununa gedirdik. Oyundan qabaq A milli ilə yoldaşlıq oyunu oynadıq. Elə oldu ki, Nərimanın davranışı mənim məşqçi kimi qane eləmədi. A millinin oynayırsan, sən orada mübarizə aparmalısan, baxmayaraq ki, sən Qarabağı təmsil edirsən. Yəni o mənada deyirəm ki, Qarabağdır, qruplarda oynayır. Yəni bu belə bir can qoymadı meydanda. Meydanda mən də bu sırf onu cəzalandırmaq üçün Türkiyəyə aparmadım. Yəni belə bir şey olmuşdu. Bir dəfə də 21-də Samir Abdullayevlə belə bir situasiya olmuşdu. Əvəzi eləyərkən futbolçu da istəyir meydanda olsun. Etirazını bildirmişdi. Amma sonradan gəldi, üzr istədi.
Səbaildən. Səbaildə oynayırdı Şahin Diniyev də. O vaxt ona görə zəng vurdu, yəni açıb bağışlamaq istəmirdim onu, amma sonradan düşündüm ki, zaman keçdikcə futbolçudur, hər bir futbolçu, cavan futbolçu səhv eləyir, çünki biz də çox səhvlərə yol vermişik. Bağışladıq, getdi. Futbolda olur belə şeylər. Bayaq bir dənə də şey deyim, bayaq o menecerdən danışırdım. Deməli, həmin menecer deməli İspaniyada bizim Ukraynadan oyuna baxanda orada bir dənə futbolçudan xoşu gəlmişdi. Baxmayaraq dedi, sizdə uşaqlar o səviyyədə deyil, bir dənə futbolçu var. Onun iş əmsalı abiyon rabotu deyək də belə, yaxşıdır. Bu adam harda sözünü göstərə bilər. Bir müddət onu izlədi, həmin futbolçunu, sonra nəsə mənlə əlaqə qurdu, dedi, bəs belə Ukrayna çempionatda oynamaq istəyərmi? Dedim, bilmirəm, mən gərək o futbolçunun özündən danışım. Adını deməyəcəksiniz? Adını demək istəmirəm, hə. Amma olan söhbət sən yerli futbolçudur. Yerli futbolçudur. Təəssüf ki, bilirsiniz, Ukraynada müharibə gedir. O baxımdan futbolçu ilə danışdım, onu da başa düşmək olar. Hardasa, məsəl deyim, orada müharibədir, ola bilsin. Ona görə imtina elədi. Milliləşdirmə ilə bağlı bir söz deyim sizə. Əvvəllər bəli, milliləşdirmiş futbolçularımız var idi. 21-də biz də onun tərəfdarı deyildik. Bizdən öncə milliləşdirilmiş pasport olan futbolçular var idi. Camal Cəfərov idi. Amma o da atası Azərbaycanlıdır. Biz necə burada danışırıq. Onun atası gəlib, oturub danışmışıq. Dərbənddə yaşayır. Dərbənddən düzü. Bir də Sami Qulin idi. Qapçı. Yəni belə başqa milliləşdirilmiş futbolçu. Toxsin dövrdə yox idi. Bir dənə Sami Qulin, bir də Camal Cəfərov. Yəni demək olar ki, yerli uşaqlara üstünlük verirdik. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub, təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Həmişə Samir Əliyev deyəndə təbii ki, hamımızın bütün futbol azarkeşlərinin hamımızın qarşısında gözü qabağı. Məhz sizin oradakı karyeranız gəlir, oradakı Volunda oynamağınız, Şaxtyor'a qol vurmağınız. Yəni bu sizin karyeranızın bəlkə də indi razılaşacağınız zirvə nöqtəsidir bizə görə. Qısa da olsa o dövrü bir xatırlamağınızı istəyərdim. Belə deyim də. Necə getdi cümləsi? Necə getdi? 2002-ci il idi, Neftçidə oynayırdım. Bilirsiniz ki, həmin dövrdə rəhmətli Fuad Musayevin dövründə idi AFFA prezidenti. Və həmin vaxt çempionat dayandı, məlum səbəblərə görə, məlum məsələlərə görə. Fuad Musayev zəng vurdu, məni çağırdı federasiyaya, getdim. Dedi, bəs. Və Ruslan Musayev var, demək, köynələr xatırlayar onu. Dedi, bəs. Nazim Süleymanov da həmin vaxtı Jemçujna Soçidə təzə məşqçiliyə başlayırdı. Dedi, bəs Nazim Süleymanova kömək lazımdır, siz ona kömək eləyin. O da sizə kömək eləyəcək, ikinci dəstəkdir. Açıq tərəddüd elədim, getmək istəmirdim ikinci dəstəyə, amma dedi ki, o sizə kömək eləyəcək, daha onun əlaqələri var. Rusiyada daha birinci liqa, Premier liqa, yəni çıxışları var, ona kömək eləyini oynayın. 3 ay, 5 ay sonra karyera üçün yaxşı bir gələcək ola bilər. Nəysə, yollandıq biz Soçiyə, 10 gün Nazim Süleymanov yanında olduq. Demək olar ki, hər şeyi razılaşdırmışdıq. Yəni, məqsəd getmək o idi ki, orada oynayıb, o tərəfə gedəcək. Ruslanla siz ikiniz? İkimiz. Həmin ərəfədə də A millimiz Estoniya və Latviyada təlim məşq toplanışı keçməli idi. 2 dənə də yoldaşlıq oyunu oynayacaqdıq. Latviya və Estoniya. Nə oldu? Milli komandaya gedib, sonra Soçiyə qayıdıb və orada müqavilə bağlayıb oynamalıydıq. Latviyada olarkən Kamala zəng gəldi Ukraynadan. Neftçidə o vaxtı Roman Zub adında bir futbolçu var idi, bir dənə legioner idi, Ukraynalı. O gəlib bizdə burada oynayanda artıq o potensialı görürdü. Görürdü ki, Neftçidə Fərrux var idi, Kamal var idi, mən var idim və başqa futbolçular və deyirdi, siz rahatlıqla Ukrayna çempionatda oynaya bilərsiniz o vaxtki şəraitlə. Və həmin Roman Zub Kamalla ünsiyyətdə oldu ki, bəs belə bir komanda var, Volyn Lutsk şəhər, Volyn komandası Lutsk şəhəri təmsil edir.
Premyer Liqaya yeni çıxıblar. Bəs məşqçilərlə mənim münasibətim var. Siz haqqında məlumat vermişəm. Gəlib yoxlanışa gələ bilərsinizmi? Və oturdum, düşündüm ki, mən burada Nazim Süleymanova söz vermişəm, amma bura 2-ci divizionda, ora Premyer Liqa. Əlbəttə Dinamo Kiyev, Şaxtyor, Dnepr, Metalist, yəni adlı sanlı klublar idi. Və belə də Fuad Musayevlə danışdıq. Sağ olsun bizim biletimizi aldı, göndərdi bizi Luç şəhərinə, Ukrayna, bizi qarşıladılar, nəysə. Yoxlanışdan keçdik, getdik səhər məşq, 2 tərəfli, axşam 2 tərəfli. Elə 2 dənə artıq orada məşqçi baxan kimi gördü. Çağırdı bizi otağına. S kim связаться, yəni kimlə əlaqəyə girək? Ruslan da ora getmiş, yoxsa sırf Kamal? Yox, Kamal'la ikimiz. Yəni Kamal mənə dedi ki, Roma deyir, bəs belə bir. Getdik ora. Səhər məşq, yenə deyirəm, axşam məşq, məşqdən sonra çağırdı otağına. S kim связаться, yəni kimlə əlaqə qura. Fuad Musayevin nömrəsini verdik. Zəng vurdu, elə telefonla birbaşa danışdı. Dedi, сколько за них хотите? Nə qədər pul istəyirsən? Yəni olan şeydir də. O dedi, mən pul zat istəmirəm, heç nə istəmirəm. Bir dənə milli komanda gəlib getməyə şərait yarat, bilet pulunu sən al, heç bir. Dedi, okey. Belə 5 gündən sonra çempionat oynadı. Metalist Xarkovdan evdə oynayırıq. Bir tur keçmişdi. 5 gündən sonra məşq ilə əsas heyətdə çıxdıq. Elə ilk oyuncu da qol vurdu, Metalist Xarkova 2-0 utduq. Və belə yavaş-yavaş düz təzə biraz uyğunlaşmaqda çətinlik çəkirdik. Əlbəttə tamam başqa səviyyə idi, temp tamam başqa idi. Çətinlik çəkirdik, amma sonra yavaş uyğunlaşdıq. Maraqlıdır ki, orada Kvaratskhelia da başqa nəsə. Vitalik Kvaratskhelia. Onunla amma sizin probleminiz oldu. Mən maraqlıdır Kamal Quliyevin barədə söhbət edən çox yaxşı misal çəkirdi ki, Samir Əliyevlə Kvaratskhelia arasında həmişə problem olurdu, amma həmişə ona əsasiyyətdə oynadırdı. Yəni şəxsi yola getmirdilər, amma futbolçu kimi güclü olduğuna görə onu həmişə oynadırdı. Maraqlıdır, o yola getmədiyiniz nə idi o məşqçi ilə? Bilirəm ki, onun xarakteri Ukraynada biraz qəliz xarakterli məşqçidir. Nədə yola getmirdiniz, amma maraqlıdır ki, həmişə də əsasiyyətdə oynadırdı. Valla fərqli mövzular. Elə olub ki, misal üçün deyim də, 44-cü dəqiqədə mənə vəz eləyib. 3 dəfə arxa-arxaya top itkisi olub, hücum xəttində oynayıram. Bilirsiniz ki, mübarizəli çempionat idi. Elə oyun olurdu ki, ümumiyyətlə mübarizə gedirdi. Hər top uğrunda mübarizə aparın, topdan yapışmaq lazım idi. Və hərdən elə olub ki, 3 dəfə dalbadal top itirmişəm. Bir də baxmışam 44-cü dəqiqə əvəz eləyib. Belə şeylərin üstündə məsələn gedirdim, deyirdim ki, heç olmasa gözlə 41-ci hissə qutarsın, 2-3 dəqiqə sonra əvəz eləyəsən. El olub 30-cu dəqiqədə dəyişib. El olub məsələn 70-də. Sırf bununla bağlı bir də ki, rəqabət güclüdür. Hücum xəttində təsəvvür edin 5 nəfər hücumçu, onlardan el olurdu 1 hücumçu oynayırdı, el olurdu 2 hücumçu və hər bir hücumçu da həqiqətən də güclü idi. Hər bir hücumçu öz şansını gözləyirdi. 5 dəqiqə, 10 dəqiqə çıxın və bu baxımından hər oyunda məsələn bu gün sən oyunda qol vurdun, qalib gəldin. Sən növbəti oyuna hazırlaşanda həmin məşq prosesində həftəlik mikrotsiklda deyək də maksimum məşq eləməlisən, özünü göstərməlisən ki, yenə də sastavda oynayasan, əsas heyətdə oynayasan. Yerin qarantlı deyil də. Bəli, çünki əsas heyətdə oynanmayanda həm yer bitirirdin, həm də ki biz ora nətər deyim, həm də oynamadınsa mükafat ala bilmirdin, pul qazana bilmirdin. Yəni bu baxımından əlbəttə istəyirdin ki, daim həm oynayım, həm özümü göstərəm, həm mükafatımı alım. Yəni belə olurdu. Olub, misal üçün biz milli komandaya gəlmişik, milli komandada oynamışıq, izləyirlər, biz də çıxış eləmirdik milli komandada. Qayıtmışıq, misal hansısa oyunda ola bilsin, yorğunçuluq olub, orada da bu yükləmələr deyək də, həqiqətən də həmin dövrdə çox idi və oyun oynayırsan, maksimum gücünü qoyursan milli komandada, bərpa olmursan, təzədən Kiyevə uçursan, Kiyevdən 4 saat, 5 saat maşınla Lutska gedirsən, yorğun, nəysə. Hardasa zəif çıxış eləyə bilərsən də, olur futbol, yəni bütün oyunları yüksək səviyyədə oynaya bilmirsən. Və belə olan halda bir də gördün ki, məşqçi də əsəbləşir, deyirdi, ya вас больше сборной не пущу. Yəni sizi bir də milli komandaya buraxmarıq. Gəlib ki, ну что, друзья, солнечного Azərbaycana. Yəni, siz sborunda yaxşı oynayırsınız, mən izləyirəm, baxıram. Amma oradan gələn kimi 1 tur, 2 tur
özünüzə elə bil ki, gələ bilmirsiniz. Onu da yoluna qoyduq, o da yolunda getdi. Yergən orada belə bir hadisə olmuşdu, bunu da Kamal danışmışdı. Siz buna İtaliyanın oyundan sonra birbaşa getmişdiniz ora. Kamal deyir, biz çatmayacaq fikirləşdik, yəqin səhər ki məşqdən biz azad eləyirlər. Amma saat 7-də administrator qapını sındırdı ki, baş məşqçi deyir normativdə gəl normativ verin. Yəni siz də normativi millilərə verirsiniz özünüzə görə. Burada məşqə çıxmalısınız. Yəni elə tələbkarlıq var idi, belə başa düşdüm ki. Deməli, yadıma gəlir o hadisə. Elə bil milli komandalarda UEFA pəncərəsi deyək, oyunlar olanda klublarda pauza olurdu və onlarda naqruzkalar deyir də, yükləmələr gedirdi. Ukraynada da bu test Cooper deyək də. O vaxt test Cooper verirdilər, 12 dəqiqə 3200 qaçmalısan. Onun normativlərini verirdi futbolçular həmişə. Bizim o məşqçi onu çox sevirdi, xoşlayırdı. Təsəvvürün İtaliyanla oyun oynamışıq 90 dəqiqə. Elə səhərsi gündə bilet alınıb. Yəni bilet elə alırdı ki, bileti klub alırdı. Elə alırdı ki, oyun olsun, oyundan sonra bir gündə istirahət verir. Təsəvvürün gəlmişik, bir gün keçib, bir gün keçib üstündən deyib, bəs uşaqlar qaçıb, siz də qaçmalısınız. Səhər 7-də yox, 7-də yox, saat 10-11. Başa sala bilmirsən ki, sən bir gün qabaq 90 dəqiqə İtaliya yığmasına qarşı oynamısan. Yəni mübarizə aparmısan, xeyli güc itirmisən, sən bərpa lazımdır. Deyirdi, yox, qaçmalısınız. Və ən maraqlısı o idi, biz onu da qaçırdıq. Çox rahat qaçırdıq. Yəni orada oynaya-oynaya hazırlığımız o səviyyəyə, fizik hazırlıqdan gedir. Yəni Ukrayna çempionatının belə üstünlükləri də var. Ukrayna çempionatında oynaya-oynaya sizə məsələn Şaxtyordanmı, Kiyevdən, yoxsa ki, başqa böyük klublardan təkliflər var idi mi o vaxtlar? Valla təkliflər həmişə olub. Həmişə olub. Təsəvvür etsən oyunçusun Ukrayna çempionatında və hər turdan sonra açırsan televizoru, ayrı-ayrı verilişlər gedir. O vaxt internet zadı yox idi, amma verilişlər gedir, futbol verilişləri və orada sənin oyunu müzakirə edirlər, qollarını göstərirlər. Və yaxşısı o idi ki, yaxşı cəhəti o idi ki, mən məsələn Dnepra qol vurmuşam, Metalistə vurmuşam, Karpataya vurmuşam. Adlı sanlı komanda Kubokda məsələn Metalurg Donetsk vardı, Şaxtyor var idi. Və belə qol vurduqca istər-istəməz və komanda özü də yaxşı oynayırdı. İlk altılıqdaydı, baxmayaraq ki, birinci dəstədən təzə çıxmışdı. Diqqət var idi, bəli. Böyük klublardan olmasa belə, məsələn, Metalurg Donetskdən təklifim var idi. Metalurg Zaporojyedən, Abalon yox, Grozny, Vyacheslav Grozny məşq elədi. Arsenal Kiyev idi. Sonra bu üç komandalardan konkret təklifim olub. Metalurg Zaporojye dedim də. Bir də o vaxtı milli komandaya gələndə bilmirəm, bu yalandır, doğrudur, yəni mənim özüm rəhmətli Fuad Musayev mənə demişdi. Bəs deyir, mən Surkislə görüşmüşəm. Surkis bilirsiniz, Dinamo Kiyevin rəhbəri, bilmirəm. Bu gün rəhbərdir yoxsa yox, o vaxt rəhbəri idi. Deyir, bəs səni izləyirlər, baxırlar oyununa, sənin haqqında yaxşı fikirdədirlər. Yəni onların transfer siyahısındasan. Ola bilsin, indi Dinamo Kiyevində geniş bir transfer siyahısı olur da. Yəni böyük bir vərəq o, belə bir şey. Amma biz indi bu gün bir çox futbolçuları qınayırıq. Bir qınayanda mən artıq özümü də gözümün qabağına gəlir, nə qədər səhvlərə yol vermişəm, nə qədər səhv qərarlar vermişəm. O səhvlərdən biri də Uralana yetmək. Yəni həqiqətən də çox böyük səhvlərə yol vermişəm kimlərəsə. Yəni nətər deyim, düzgün istiqamət verən olmayıb. Düzgün istiqamət, düzgün məsləhət 23 yaşında, 24 yaşında bir yəni belə baxanda o qədər təcrübə yox. Amma belə. Yəni Uralanı gedişinizi səhv hesab etmək olar karyeranızda. Olar. Amma siz nətərdir? Arxaya boylananda hardasa peşmançılıq var, amma deyirsən xeyirisi deməli belə olmalı idi. Çünki Uralana necə gedişim necə olub? Təsəvvür eləyin. Bayaq qeyd elədim, Vyacheslav Grozny o vaxtı yəni yəqin ki, o köhnə stajda azarkeşlər bilər. Romançımız Spartakda köməkçisi olub. Yəni yetərincə adlı sanlı məşqçi olub. Arsenal Kiyevdə işləyirdi. Çempionat qutarır, noyabr ayıdır, noyabrın 10-udur, 11-idir, qutarır. Bizə klubdan zəng gəlir ki, bəs siz mənlə Kamala da deyək ki, bəs Vyacheslav Grozny sizi Kiyevdə gözləyir. Sizlə söhbət eləmək istəyir. Yəni sizi istəyir də, yəni klubda görmək istəyir. Həmin ərəfədə də bayaq dedim, Metalurg Zaporojye ilə danışığım olmuşdu. Artıq hər şeyi razılaşdırmışdıq.
Biz Kiyevə yollanırıq, Qroznyla söhbət eləyirik, danışırıq, hər şeyi razılaşdırırıq, bütün maliyyə şərtləri olsun, neçə illik müqavilə olsun. Oturub düşündüm ki, Zaporojye gedənə kimi elə Arsenal Kiyevdir, Kiyevdədir, göz qabağındasan, paytaxtdır. Dinamo Kiyevdir burada, nə bilim. Yəni bu daha çox göz qabağında olursan və daha güclü bir komandada, heyətində həqiqətən də güclü futbolçular yığışıb. Elə oldu, danışdıq, hər şeyi razılaşdıq. Bakıya gəlmişəm. Hazırlaşıram yanvar ayında, noyabr ortaları idi. Yanvar ayında təlim məşq toplanışa getməyə. Artıq yanvarın 3-ü Kiyevə uçub, Kiyevdə müqavilə bağlayıb uçmalıyıq Antalya. Və belə evdə ola bir menecer mənə zəng vurur. Tanımadığım bir adam zəng vurur ki, bəs yaxşı Rusiyadan 3 dənə təklif var, səni izləyiblər belə elə. Deyirəm, bəs mən Arsenal'la danışmışam, razılaşmışam, artıq Grozny'yə söz vermişəm. Adam mənə deyir ki, orada böyük maliyyə problemləri var, sənə pulu verməyəcəklər, Grozny çıxıb gedəcək oradan, klub dağılacaq. Yəni, belə bir məsələlər oldu, necə var elə danışıram. Bəs Uralan komandası var, Premier Ligadan düşüb Pervo Ligaya, Rusiyada. Kalmıkyan təmsil eləyir, çox yaxşı şəraitləri var və heyətini qoruyub saxlayır və Premier Ligaya təzədən qayıtmaq istəyir və məşqçi də həmin vaxtı indi hamıya tanış olan Leonid Slutskidir Uralanda. Elə oldu ki, açıq getmək istəmirdim birinci dəstəyə. Dedim, mən birinci dəstəyə getmək istəmirəm. Dedi, bəs gəl burada 6 ay oyna. Burada göz qabağında olacaqsan, Lokomotiv, Spartak. Bu vaxt ümumiyyətlə danışmaq istəmirdim. Heç vaxt danışmamışam. Açıq bir rəqəm dedim mən ona ki, əl çəksin. Əl çəksin, tam səmimi deyirəm. Dedi, yarım saata mən sənə xəbər eləyirəm. Zəng vurdu ki, bilet al, gəl Moskvaya. Gəl Moskvaya, okey. Danışdıq, heç bir problem yoxdur. Oralan da Kalmıkyan təmsil eləyirdi. Onların elə bil ki, konsulsiyası deyək də, Moskvada konsulsiyası var. Öyle dərhal bilet aldım, uçdum Moskvaya, görüşdüm. Oteldə axşamüstü səhər getdik, həmin konsulsiyaya, klubun rəhbəri, baş məşqçisi. Düz onda Slutski tanınmırdı, cavan idi. Oturduq, müqaviləni qoydular qabağıma, məbləği qoydular qabağıma, qol çəkdim. Belə Uralandan getdim. Arsenal nə dediniz? Əlaqə saxlamadınız? Arsenal'la da heç bir əlaqə saxlamadım. Heç artıq siz məlum oldu da. O vaxt internet yox idi ki, o vaxtı biraz tamam. Ona görə deyirəm, çox səhvlərə yol vermişəm. Siz bəlkə də bir il daha Uluçda qalıb. Düzdür, maliyyə şərtləri çox aşağı idi biz təzə gedəndə. Əlbəttə, istər Zaporojye olsun, istər Arsenal olsun, Roland, yəni qat-qat 10 dəfə artıq pul təklif edildilər. Belə bir situasiya oldu. 5 ayda orada oldum. Orada ola da təkliflər olurdu. Siz oynayırsan, görürlər yenə də. Qıraq elədi ki, qıraqda oynadıqca sən artıq göz qabağındadır. Azərbaycan biraz elə bir yerdir ki, ola bilsin indi bəlkə də çempionatı hansı ölkələrdən izləyirlər, amma əvvəl Azərbaycan çempionatını heç kəs izləmir. Sən Rusiyanın birinci dəstəsini izləyirlər, Ukrayna Premier Liqasını izləyirlər, göz qabağında olursan. Tutaq ki, bugün Mahir Əmrəli Polşaya getdi, böyük bir trampolindir. Baxın, görün, nə qədər təklifləri var. Getdi oradan Zagrebə. Yəni, belə oynadıqca əsas odur ki, bizim yerli futbolçular harasa çıxsın və orada heç olmasa bir 6 ay, 1 il oynasın, oturmasın, yəni oynasın və ondan sonra özü, elə bil ki, öz xodundan gedəcək. Və orada da belə bir situasiya yarandı ki, axırıncı oyun Ximki ilə oynayırdıq. Səfərdə Emin Ağayev onda Ximkidə oynayırdı. Moskvada oynadıq, 2-1 utduq, elə 2 qoldu, mən vurdum. Gəldim, veş-veşimi yığdım, Slutskiyə dedim, mən gedirəm. Bir hara gelirsən, deyirəm, sağ ol. Yəni, orada da maliyyə problemləri var idi həmin vaxtı. Klubun sponsoru Şahmat Federasiyasının İlyumjinov vardı. Fiden rəhbəri. Fiden rəhbəri, onun da Rusiya prezidentindən nəsə problemləri vardı, biraz sıxışdırırlar, maliyyə problemi. Belə söz-söhbətlər var idi. Çıxdım, gəldim Bakıya. Oldu ki, Bakıya gələndə Terekdən zəng gəldi.
Bunu da danışım sizə. Belə bir şeylər olub. Terekdən zəng gəldi. 2004-cü il idi. 2004-cü ilin may ayı, iyun ayı. Yollandım Kislovodska. Orada həmin vaxt orada məskunlaşmışdı Terek. Getdim, danışdım, hər şey əla. Qalır bir dənə müqaviləyə qol çəkmək. Nəsə otaqda bir dənə Ukraynalıdan qalıram. Qayıdıb deyir, söhbət eləyirik, deyir. Bilmədim, indi o məni yoldan çıxartdı. Bu tərəfdən bu birisi menecer mənə yığır ki, orada qalma. Tam Sestariki, həmin vaxtı da orada Terekdə yaşlı futbolçular çox idi. Fiçkov var idi, Xamuxa, o vaxtı Rusiya futbolunu biraz şeylər deyək də. Dedi, bəs Samara ilə Krılya Sovetovla kubok oyunu oynayırdıq. Nəsə məğlub olduq, çeçenlər girdi, silahlı zatdı ki, bəs pullarımızı qaytarın. Bu məni biraz qorxutdu. Dedim, mən problem da istəmirəm də. Deni Qaysimovu tanıyırsınız. Girdim onun yanına, dedim, otağına, dedim, bəs mən gedirəm. Deyir, hara gedirsən? Deyirəm, yoxsa mən qalmaq istəmirəm. Yox, qal, yaxşı olacaq, ora-bura. Götürdü, dərhal yığdı. O nə işləyirdi orada? Futbol oynayırdı. Deni Qaysimov oynayırdı orada. Sağ olsun, mənə dəstək olurdu orada. Dəstək olurdu ki, hər şey yaxşı olacaq, belə olacaq, elə olacaq. Yığdı klubun idman direktoru Lomali İbrahimov. Yadıma gəlir. Köhnə SSR-nin hakimi olub. Yığdı onu, o da Moskvadaydı. Mənə deyir, kuda uyuyacaq, işini uyuyacaq, qal. Bəs hər şey danışmışıq, pulu, parası, hər şeyi, narahat olma. Dedim, yox, sağ olun, mən getdim. Elə çıxdım, gəldim. Və Xəzərlənkəndə. Gəldim Bakıya, elə Bakıya da maşallah gələn kimi, dost, tanış, biz həmkarlarımızla, jurnalistlərlə münasibət yaxşı idi. Daim danışırdıq, bilirdilər, bir-iki də müsahibə verən kimi. Həmin dövrdə də 2004-də bilirsiniz ki, Azərbaycanda belə bir boom yarandı. Dövlət proqramı 10 illiyə bir çox klublara yaxşı sponsorlar gəldi və açıq zəngin belində onunla görüş, bununla görüş. Axırda Nazim Süleymanovla Soçidən bizim münasibətimiz vardı. Bir borcunuz var idi, qaytarmaq onu. Həm də ki, maliyyə şərtləri də qat-qat yüksək idi. Böyük bir, həqiqətən də gözəl bir proyekt idi. Çünki rəhbəri bəlli idi, bilirdik ki, Lənkəranda stadion tikiləcək, yaxşı sərmayə qoyulacaq. Belə Lənkərana getdim. Amma Nazim Süleymanla belə bir şərt kəsmişdik ki, əgər mənim qıraqdan təklifim gələrsə, problem yaratmayasınız. Yəni, belə bir, indi mən hələ sizə biraz qısa danışdım, belə bir situasiyalarla rastlaşdım, səhv qərarlar verdim, haradasa. Lənkəran Karyerov əslində pis alınmadı, yaxşı Karyerov alındı və 20-dən çox qol vurdunuz orada, yəni Lənkəran azarkeşlərinin də sevimlərindən biridir. Mən düşünürəm ki, Karyerov yaxşı alındı orada, sonradan Inter, sonradan isə Neftçi. Və Neftçidə sonra Simburgda var idi, Turantovuzda da oynadınız. Yəni, belə deyək də, bu Uralandan geri dönüşdən sonra Xəzərlənkəran, Inter, Neftçi, bütün bu son Azərbaycan hissəsini necə dəyərləndirmək olar qısa da olsa? Valla Xəzərlənkərana bayaq qeyd elədiyim kimi gəldim, oyun bildən ki, qayıdaram. Açığı, həmin dövrdə meydançalar bərbad vəziyyətdə idi. Bilirsiniz ki, Lənkəranda stadion tikilirdi, komanda Sumqayıtda qalırdı, Sumqayıtda qəbul elədi ilk 6 ayı. Sonradan Lənkərana köçdü. Bir il Lənkəranda il yarım oynadıqdan sonra Interə keçdim. Interdə də Qurban Qurbanov həmin ərəfədə futbolla vidalaşdı. Interdə idman direktoru işlədi. İdman direktoru işlədi. Bizim çox yaxşı münasibətimiz vardı milli komandadan. Açığı belə deyim də, Lənkəranda hər şey mənə qane eləyirdi. İstədiyim şərait var idi, istədiyim sərəm oynayırdım. Bir neçə dəfə Qurban Qurbanovla görüşdük. Interə gələsi oldum. Interə gəldim, elə oldu Qurban Qurbanov getdi Neftçiyə. Bir il Interdə oynadım. Getdim təzədən Neftçiyə. Amma həmin ərəfədə inanın, istər Neftçiyə gələndə, istər Interə gələndə Lənkərandan xeyli deyim də, yəni pullar itirdim də, yəni aşağı məbləğə. Bəlkə də 2 qat, 3 qat. Və yaxud Interdən Neftçiyə gedəndə Nikolov sağdır. Bilmirəm, onun yadına düşər, yoxsa yox.
Qayıtdı mənə dedi, getmə. Dedim, yox, mən söz vermişəm. Həm Qurban Qurbanov, Rami Musayev onda oradaydı. Rami Musayevlə tez-tez Interin bazasına çıxırdım. Ruslan 93-dən İmperial restoran vardı. Rami Musayev bəlkə baxanda yadına düşəcək onun. Söz verdim. Dedi, ni при каких условиях не хочешь остаться? Yəni heç bir şərtlər müqabilində qalmaq istəmirsən. Dedim, yox, söz ver. Keçdim Neftçiyə. Elə oldu ki, Neftçidə də oynayanda orada ağır zədə aldım 28 yaşında. Bu zədə almamışdan qabaq həmin o dediyim menecer əlaqə saxlamışdı. Yəni Allah şahiddir, yəni tam səmimi danışıram. Artıq Azərbaycan çempionatı mənə o həzzi vermirdi və görürdüm yaş gedir. O həzzi ala bilmədim. İstər Lənkəranda olsun, istər Interdə olsun, meydançalar bərbad vəziyyətdə idi. İstər Neftçiyə gəldim, orada çempion ola bilmədik. Qurban Qurbanov istefa verdi. Və mənə zəng vurub danışdıq, dedi, bəs Metalist Xarkov, Markeviç, orada baş məşqçidir. Mən bu oyunda oynayanda Markeviç Karpatda işləyirdi. Karpatın oyunda da mən oranın elə bil ki, Zapadlı derbi deyirdilər də. Qərb derbisi həmişə onlarda gərgin keçirdi və Karpatın oyunları həmişə gərgin keçdi. Orada da çox yaxşı oynayırdım. Hətta gol vurmuşdum. Nəysə. Markeviç səni istəyir. Oktyabr aydı, səhv eləmirəmsə. Qayıtdım, Andrey dədi. Dedim, dekabrda mən gəlirəm. Çıxaq gedəcəm Neftçidən. Elə oldu ki, qismətdən bu Simurqla oyunumuz vardı bizim Qaxda. Simurq Qaxda qəbul eləyirdi. Zaqatalda stadion hazır deyildi. Orada möhkəm yağış yağdı. Oyun təxirə düşdü. Səhərsi Bakıda oyun nasıl oldu? Nəysə. Miçoviç elə bil qapıdan zərbə vurub. Havaya çıxdım, qalxdım, başdan utdum. Yerə düşəndə ayaq elə bil açılmadı da. Pis düşdüm ayağım üstünə. Diz getdi. Onunla da demək olar ki, 28 yaşında futbol karyeram getdi. Sonra hardasa bir il əməliyyat olundum, bir il bərpa olanmadım. Tez-tez yenə zədələnirdim. Mesela Neftçidə də ki, artıq müqaviləm bitəndə bu normal halda sağollaşdılar. Əskər Abdullayevin dövründə idi. Yox. Arif Əsədov gəldi. Arif Əsədov, bəli. Müqaviləmiz bitmişdi, Zaur Tağızadə və mən. Və zədədən təzə qayıtmışdıq. Hazırlaşırdıq. Kluba dəvət edilər ki, bəs sən də, Zaur da zədəyə meyillisiniz, sizlə müqaviləni uzada bilmərik. Heç nə. Sağ ol. Və belə Neftçidən ayrıldıq. Elə oldu ki, Simurqdan təklif. Açıq futboldan qurtarmaq istəyirdim. Simurqdan təklif gəldi. Heç oynamaq istəmirdim. Sonra siz nətərdir? Bu futbolu atan kim təzə atır, kimlər ki atır, onlar məni daha yaxşı başa düşər. Çətindir. Vidalaşmaq, çətindir, getmək. İstəyirsən oynayasan, nəysə sübut eləyəsən. Simurqda da yenə eyni. 2 oyun oynayırdım, 3 oyun buraxırdım. 2 oyun oynayırdım, 3 oyun buraxırdım. Bir ildə gəldi, belə keçdi. Simurqda oynadıq. Yaxşı oyunlarımız da oldu, cavan uşaqlar idi. Son olaraq da Əskər Abdullayev Tovuzda olanda dəvət elədi. Orada da yadıma gəlmir, 2-3 tur ya 5 tur xatırlamıram. Artıq gördüm ki, yox. Həm zədə imkan vermir, həm mən əvvəlki deyiləm. Yəni, üzr istəyirəm, dartmır. Sumkamı yenə yığdım, getdim Əskər Abdullayev dedim ki, Əskər müəllim, çox sağ olun, mən getdim. Mən futbolla vidalaşıram. Belə də futbolla vidalaşdım. Karyeranızdan razısınız? Açığı deyim, narazılığım yoxdur əlbəttə, amma hesab edirəm daha çox eləyə bilərdim, daha yol göstərən olsa, istiqamət verən olsa, daha yaxşı çıxış eləyə bilərdim, yəni potensial imkan verirdi. Çünki istər milli komandada, oyunlarda, istər Ukrayna çempionatında, yəni Ukrayna çempionatı həmişə güclü olub. 2002-ci, 2003-cü ildə həmin dövrlərdə Dinamo Kiyevi, Şaxtyoru, Metalisti, yəni görürdük, orada yetərincə yaxşı futbolçular oynayırdı. Görürdük ki, yəni oynaya bilərik, yəni daha yaxşı. Yaş da elə o yaş idi ki, yəni gücü var idi, potensial var idi. Fikrimdə daha yaxşı səviyyə qalxa bilərdim. Amma yenə də futboldur, həyatdır bu. Narazılıq artıq arxaya bölünəndə əlbəttə hardasa
peşmançılıq hissi çəkirsən ki, falan yerdə bunu eləyərdim, bunu. Mən bir toxunmaq istədiyim məsələ vardı, Sami müəllim. İstəyirəm bu sualı sizə vereyim. Bu milli karyerasına heç ümumiyyətlə toxunmadıq. Sadəcə orada Serbiya ilə bir oyun vardı. 6-1-6-lıq məğlubiyyət və Şahan Dinədə istefa getdi həmin oyundan sonra. Oyun ətrafında o vaxtdan sonra müəyyən söhbətlər gəldi. Yəni futbolçular bilərəkdən oynamadılar. Bizdə məlum söz var. Baş məşqçiyə torba tikdilər. Yəni o istədim bir televizdən, çünki həmin oyunda yeganə qola siz vurmuşdunuz, yeri gəlmişdi səhv eləmirəmsə. Yoxsa Subaş vurmuşdu. Siz vurmuşdunuz. Nə baş vermişdi həmin oyunda? Vallahi nə deyim, açıq deyim də, ümumiyyətlə oyundan qabaq, oyun ərəfəsində belə bir söhbət ümumiyyətlə yox idi ki, yəni belə bir ümumiyyət şübhə yox idi. Kimdənsə şübhələnəsən ki, bu nəsə danışıq aparıb, hansısa Bilərəkdən oynamır. bilərəkdən. Sadəcə həmin vaxtı bilirəm ki, Serbiyaya qələbə lazım idi, hava su kimi. Heç bilmirəm, onlar qol sayı çox olmalı ya yox. Qol epizodlarına baxsaz, pis başlamadıq, pis oynamadıq. Hesab 2-1-də. 2-1-də bəli. 2-1-də hətta qol vəziyyətlərimiz də oldu, istifadə edilmədik. Sadəcə oyuna təzədən baxdıqda baxırsan ki, rəqib həqiqətən də çox asan qollar vurdu. Və yaratdığı qol vəziyyət, tutaq ki, komanda var oyunda 6-7 qol vəziyyəti yaradır, hamısından istifadə edir. Komanda var 6-7 qol vəziyyəti yaradır. Birindən istifadə edir, ya ikisindən istifadə edir. Tərslikdən də həmin oyunda demək olar ki, elə hardan vurdular, getdi, girdi. Valla sonradan sonra üstündən bir neçə il keçəndən sonra artıq belə söhbətlər gəzirdi ki, amma əgər bir sübut yoxdursa, bir fakt yoxdursa, mən inanmıram orada olan oyuncular, yəni söhbət belə deyək də, müdafiə xəttindən gedir. Abısını belə şeylərdə ən çox qapçı, 2-3 nəfər orada ilə uşaqlardır. İnanmıram ki, onlar ümumiyyətlə onlardan belə şey gözləyəsən. Oyuncu karyeranızı bitirdiniz, indi məşqçi karyeranıza başladınız. Ən az ona da qısaca toxunmalıyıq. Düzdür, söhbətimizin əvvəlində bundan başlamışdıq. Neftçidə baş məşqçi oldunuz qısa müddətdə olmaq. Yəni əslində Neftçinin baş məşqçi olmaq Azərbaycan futbolunda belə baxanda zirvədir. Yəni ən yuxarı nöqtə olur. İndi son vaxtlar Qarabağ təbii ki, yəni o ipi ələ alıbdı liderlər qrupunda da, amma yenə də Neftçidə baş məşqçi işləmək əslində böyük bir uğurdur. Orada işlədiniz. Əslində yəni pis deyildi əslində. Mən xatırladığım qədərini Avrokuboklara da komanda çıxmışdı. Mlados komandası ilə səfər qoluna görə turu keçməyə alınmışdı. Yəni qısaca da olaraq bu məşqçi karyeramızda toxunaq. Neftçidə necə oldu və sonrasından? Neftçidə deməli Sadıq Sadıqovun dövründə idi, sağ olsun. Mənə şərait yaratdı ki, əvəzli heyətdən başlayım. Elşad Əhmədovun rəhbərliyi altında, yəni ona Səttar Əliyev kömək eləyirdi. Bir də mən köməkçi kimi orada başladım əvəzli heyətdən. Sonra bir müddət keçəndən sonra 19-a baş məşqçi təyin olundum. Neftçinin 19-una. 19-da işlədim, az işlədim. Elə oldu həmin ərəfədə mən 19-da işləyəndə Neftçinin əvəzli heyətində elə belə deyək də nəsil dəyişikliyi gedir deyə nəticələr o qədər ürək açan deyildi. Elşad Əhmədov istefaya getdi. 19-da isə yaxşı bir komanda formalaşdırırdım. İstəyirdim onlarla ortaya nəsə çıxardım. Əlbəttə gənc məşqçi üçün, təzə başlayan məşqçi üçün baş məşqçi kimi istəyirdim nəsə eləyim. Elə oldu ki, Sadıq Sadıqov mənə dəvət elədi, yəni otağına danışdı. Dedi, bəs götür əvəzli heyəti, səni verirəm, qoyuram baş məşqçi. Açıq getmək istəmirdim. Çünki Elşad müəllimin yanında işləmişdim. İstəmirdim sırf onun yerinə gedim. Bir tərəfdən də 19-da yaxşı işlər görməyə başlamışdıq. Mənə qayıtdı, dedi ki, bəs qorxursan, mən gözləməzdim səndən ki, sən qorxursan. Bu söz mənə təsir elədi. Dedim, heç nə, problem yoxdur, götürərəm. Və elə oldu ki, götürdük, həmin noyabr ayıdır. Noyabrdan komanda 8-ci yerdə gedirdi 10 komanda arasında. 10 komanda idi, səhv eləmirəmsə. Və demək olar, 2-ci ya 3-cü yerə getdi. Yanvardan bu tərəfə bir dənə məğlubiyyətimiz olmadı. Elə oldu ki, həmin ərəfədə Neftçinin əsas komandasında dəyişikliklər oldu. Həm rəhbərlik səviyyəsində dəyişikliklər oldu.
məşqçi dəyişikliyi oldu. Və qısa müddətdə komandanı Avrokuboklara çıxartmaq lazım idi. Avrokuboklar gəlirdi. Bilirsiniz ki, həmin vaxtı idman direktoru vardı, Elnur Məmmədov. Çağırdı məni, dedi, müvəqqəti işləyə bilərsənmi? Bəs Avrokuboklar, vaxt az qalırdı. Elə bil, bir həftəyə komandanı yığmalısan, təlim məşq toplanışa getməlisən, 2 həftə təlim məşq toplanışı və Avrokuboklar. Nəsə, köməkçilərlə Səttar müəllim idi, Həbib idi, məsləhətləşdik və dedilər, götürək də, belə bir şans yaranıb, əlbəttə çox məsuliyyətli bir iş idi, Neftçi kimi komandaya. Amma bilirdim ki, müvəqqətiyəm, çünki həmin ərəfədə mənə deyilmişdi ki, müvəqqətisən, biz elə bir məşq axtarırıq ki, orada kriteriyalar var, tutaq ki, misal üçün də 45 yaşı olsun, Çempionlar Liqası təcrübəsi olsun, o olsun, bu olsun, belə bir məşq axtarışındaydı rəhbərlik. Elə oldu ki, həmin ərəfədə də bir çox futbolçular komandanı tərk elədi. Qaldıq cavan uşaqların, cavan uşaqlarla da. Avrokuboklarda əlbəttə təcrübəsizlik də deyim, həm bizim təcrübəsizliyimiz, həm komandanın təcrübəsizliyi, Təsəllin komandada həm təcrübəli. Legionerlərdən Kauye, Ramos qalmışdı. Legionerlərdən başqa belə birini xatırlamıram. Sonradan bir iki dənə legioner Mellin aldılar, bir iki dənə cavan uşaq aldılar və o biri uşaqlar isə cavan uşaqlar idi. Elşan Abdullayev idi, Məqsəd İsayev idi, Elvin Bədalov, Rahil Məmmədov, Samir Məsumov Araz idi və Ruslan Qurbanov. Yəni cavanlar idi. Yəni ondan qabaq çempionatda, yəni çempionat oyunlarında çox az oynayırdılar. Cavid İdimanverdiyevə səhv eləmirəmsə. Və əvəzli heyətdən də mən uşaqları cəlb elədim. Kamal Qurbanovu gətirdi, Mir Abdullanı, Orxan Qurbanlını, Akşin Qurbanlını, bir neçə nəfər də gətirdim. Sonra Kamran var idi, o mərkəzdə oynayırdı. Familiyası Nur Əhməd. Yox, Kamran familiyası yadımdan çıxdı. Və belə də 2 həftə hazırlaşdıq. 3 dənə yoldaşda oyun oynadıq. Burada Bakıda 2-2, səfərdə də 1-0 qalib gəlirdik. Təsəllin vaxt 90-cı dəqiqə gedir vaxt udmaq üçün artıq bir dənə vəziyyətmə eləyirik. Mir Abdullah durub elə girə-girdə vaxt udmaq istəyirdik. Bizi sıxmışlar artıq. Və 92-ci dəqiqə səhv eləmirəmsə, uspet eləmədi, elə bir çatdırmadıq əvəzetməni eləyək. Əvəzetməni eləsəydi bəlkə də mərhələ keçəcəkdik. Və hesab 1-1 qutardı. Hətta 1-1 bitəndən sonra 1-1 olandan sonra mərkəzdən başladıq, dərhal hücuma atıldıq. Nicat Qurbanov təhbətə çıxdı, vura bilmədi. Belə bir epizod da oldu. Oyunun gedişatında da xeyli qol vəziyyətlərimiz oldu. Mən yəqin ki, yadınıza gələr. İstifadə eləyə bilmədik. Və belə uşaqlar həqiqətən məyus olmuşdu. Bir çoxları ağlayırdı. O bir təcrübə idi. Düzdür, məğlub olmadıq, amma mərhələ keçə bilmədik. O vaxtı bilirsiniz ki, səfər belə. Sonra elə oldu ki, həmin oyunlar, bizim yanaşmamız, o cavan futbolçuların bizi tez bir zamanda qəbul eləməsi, rəhbərlik gördü ki, həqiqətən də mehribançılıq var, yaxşı bir komanda var, komanda döyüşür, sürətli futbol oynayır. Və dedilər, çempionatda siz hazırlayın. Çempionatda da hazırlıq çox yaxşı gedirdi, yəni yaxşı oyunlarımız da oldu, bəxtsizliklər də oldu, hakim səhvlər də oldu. Yadınıza gələr Qarabağın Azərsunda açılışı idi. 1-0 öndə idik. 1-1 qutardı orada 90-da yenə 11 metrə. Yəni yaxşı oyunlarımız oldu. Amma Neftçidir. Neftçi nətər deyim, həmişə məşqçilər baskı altında olur. Təm məşqçilər yox, futbolçular, klub özü, rəhbərlik. Çünki həmişə öyrəşmişik Neftçi gözümüz açandan. Son illərdə Qarabağ hegemonluq eləyir. Ona görə nəticələr özüm də açığı Qəbəliyə məğlub olduq. Biz Bakıda istefa verdim, sonra rəhbərlik qəbul eləmədi. Bəli, məsələlər var, rəhbərlik söz verdi, yerinə yetirmədi. Belə şeylər oldu. Sonra Neftçidən belə gedəsi olduq. Sonra 19. Onu da deyim ki, Qarabağın Azərsun açılışında 7 nəfər 20-21 yaşında cavan uşaqlar oynayırdı yəni.
Yəni sadəcə həmin komandanı bir səbr eləyib dözmək lazım idi ki, o uşaqlarla bişirib ortaya nəsə çıxardısan. Sonra 19 yığmasına gəldi səhv eləmirəmsə. Yox. Sonra həmin ərəfədə elə oldu ki, mən Neftdə işləyəndə pro kateqoriyası oxumalı idim. Elə oldu ki, 2015-ci il idi. 2017-də Bakıda keçiriləsi idi. Yəni o 4 ildən bir olur. 2 ayda Ukraynada başlamalı idi. Elə oldu ki, əlaqə saxladıq. Sağ olsun Vəli Qasımov idman direktoru idi, getdi, danışdı. Yəni yer elədi orada mənə ki, gedim orada təhsilimi davam elətdirim. Pron oxuyum. Həqiqətən də mənim üçün də böyük bir təcrübə oldu. Təsəvvür eləyin, pron oxuyursan, gedirsən orada Premier Liqa məşqçilər oturub böyük bir təcrübəyə malik. Sonra o gəlib dərs deyənlər ayrı-ayrı mövzularda ayrı-ayrı savadlı məşqçilərdir, peşəkarlardır, professorlardır, orada fərqli-fərqli mövzularla. Elə oldu ki, mən oxuya-oxuya təzədən əsas heyətdən gedən əvəzli heyətdə bir 3-4 ay işlədim. Sonra Səbaildən təklif gəldi və Səbailə getdim. Səbailə də bir il işləyəndən sonra orada da əlbəttə başqa planlarımız var idi. Sonra fikirlər üstə düşmədi rəhbərliklə. Əlbəttə mənim öz tələblərim var idi. Daha tələbkar idim. Fikirlər də üstə düşməyəndə yəqin ki, məşqdə gedirdi rəhbər. Nəticə baxımından fikirlər üstə düşmür yoxsa? Nəticə yox. Nəticə yox, başqa məsələlər var idi. Nəticə zaten komandanın... Yaxşı başlamışız orada çünki. Yəni... Bir söz deyim də, bugün bizim bir çox məşqçilər məndən inciməsinlər, küsməsinlər. Hər kəs deyir məhdud büdcə. Yəni məhdud büdcə ilə biz işləmişik. 550 min manatla 10 aya bölündə 55 min manatla komanda formalaşdırmışıq. Qarışma qoydular, budur. Amma bir şey var. Nəticə həmin vaxtı birinci dəstəyə düşən komanda yox idi. Yəni sən 8 komandalı çempionatı 8-ci yer tutsan belə sən düşmürdün. Düzdür, həmin 7-ci yer tutduq, amma çox keyfiyyətli oyunlarımız oldu. Roman Qriqorçuklu, Qəbələni biz məğlub elədik. Hansı ki, həmin vaxtda yadımıza gələr. Azoviçin, Bezatosnın, nə bilim, orada Stankoviçin, sonra o çox yaxşı Mabodu. Yəni onların at oynadan vaxtları 2 dəfə qrupa düşdükləri Qəbələ. Biz onları məğlub elədik. Svanadzın Interini məğlub elədik. Elxan Abdullayev Neftçisini məğlub elədik. Sonra Şahin Dinemi Kəpəzini. Yəni bir çox komandaları məğlub elədik, xal aldıq. İndi hərdən yazırlar. Yəni o temaya keçmir. Filan məşqdə filan məşqçiləri istefaya göndərdi. Yəni yaxşı bir komandaydı, amma sırf komandanın təzə formalaşdığına rəhbərlik məqsəd qoymuşdu ki, böyük hesablı məğlub olmayaq, biabır olmayaq. Çünki təsəvvürün futbolçu ilə danışırıq. Birinci özüm danışırdım, 55 min manat büdcədir. Aylıq büdcə. Aylıq büdcə. Klubun büdcəsi 55. Yox, klubun deyil, yəni sırf futbolçuların. Klubun büdcəsi nə qədər idi? 550 min. Yox. Bilmirəm, haradasa akademiyalar zətdə bəlkə $1.200.000 Maaş büdcəsi 550 min. Söhbət 550 min sənə büdcə verirlər. İllik. Heç nədir də. Bölürsən aya 55 minə bir komanda formalaşdırmalısan ki, heç olmasa hər mövqedə 2 dənə futbolçu olsun ki, rəqabət olsun. Və belə də açıq təzə özüm danışırdım futbolçuna, sonra gördüm yox, alınmır. Çünki futbolçu gəlir, deyir sənə büdcə yoxdur, misal üçün deyim də 1000 manat maaş verə bilərəm, deyir yox, 1000 azdır, 1200 ver. Gördüm yox, mən deyil artıq rəhbərliyi qoşdum, dedim məsələn, filan kəs. Özümüz danışın. Belə yavaş əvvəlcən çətinlik çəkdik. Dekabra kimi pis yaxşı oyunlar oynadıq. Sıfırdan komanda formalaşdı həqiqətən çətindir. Fikirləşirdik ki, hər 6 aydan bir baxaq kimlər ki bizim tələblərimizə uyğun gəlmir. Çünki məcburiyyət qarşısında bir çox futbolçular götürmüşdük. Yavaş, misal üçün, bununla vidalaşıb başqasını gətirəsən. O oynadıqca 3 illik müqavilə idi və 3 il ərzində möhkəm bir komanda formalaşdırmalıdır. Sadəcə, yenə deyirəm, fikirlər üstə düşmədi. Çünki mənim də öz tələblərim var idi. Həmin o möhkəm komandayı formalaşdırmaq üçün bir çox şeylər var idi ki. Aydındır. Səbail liqadan düşdü.
Buna Yo, mən- Səbail o vaxtı düşmədi. bu il, bu il. Ha, bu il Sizin düşdü. belə hesabı komandalısınız. Valla məndən sonra Avtandil Hacıyev gəldi. Çox yaxşı bir mövsüm keçirdi, əlbəttə yaxşı maliyyə ayırdılar. Büdcə də böyüdü onun. Keyfiyyətli futbolçular gətirdilər. Çox yaxşı iş gördü. İlk ilincəcə Avrokuboklara düşdülər. Amma sonrakı 2 ildə Axırıncı yer tutdular. maliyyə problemləri yaşadılar. Yəni belə deyək də kasad büdcə ilə. Ona görə mən komandanın ayrılanda klubun prezidenti ilə oturduq biz, səmimi söhbət elədik bir-birimizi. Baxmayaraq ki, fikirlər üstə düşmürdü. Çox yaxşı münasibətimiz var idi. Və mən öz təklifim və fikrimi dedim. Və ona dedim ki, əgər bir komanda formalaşdırmaq istəyirsənsə tələsmə. Mən gedirəm. Tamam, bizim fikirlərimiz üstə düşmədi. Amma birdən-birə yox, tədricən, pillə-pillə get. Yəni sən sabah növbəti ilə Avrokuboklara çıxa bilərsən. Sən çıxıb orada böyük büdcə ayırırsan, Avrokuboklara çıxırsan, orada mərhələ keçə bilmirsən və yaxud bir mərhələ keçdin, növbəti 2 ildə maliyyə problemləri yaşayırsansa, deməli bu plansız bir işdir. Və bugünkü gündə bizim Azərbaycanda bir çox klublarımız da çox plansız bir iş görürlər. Və ona görə bir növrəsi səhv qoyulanda, yəni belə bu gün eşidirik ki, baxın, hər gün mətbuatı oxuyuruq, nə qədər xarici futbolçularla və yaxud da yerli futbolçuların, ən çox da xarici futbolçuların müqavilələrə xitam verilir. Deməli, işlər düzgün istiqamətdə getmir. Məşqçi karyeranız mən belə başa düşürəm, gələ təzə başlayıb davam eləyir. Özdə Premyer Liqada işləməyə enerji varınızdımı, yəni enerji görürsünüzmü? Ümumiyyətlə bundan sonra fikriniz nədir, planınız nədir? Özünüzü gələcəkdə harda görürsünüz? Açığı deyim, Səbaildən sonra mən 19-da işlədim, sonra 20, 21 və yetərincə təcrübə topladım həqiqətən. Bu gün Premyer Liqada yenə qeyd edirəm, işləmək daha rahatdır, nəinki milli komandada. Çünki Premyer Liqada o baxımdan rahatdır ki, sən istədiyin sistemə uyğun, istədiyin futbolçunu, yəni gətirə bilirsən də, pulu verirsən, pulla olan şeydir. Milli komandada bunu eləyə bilmirsən, çətinlik çəkirsən. Yəni istədiyin oyun, milli komanda məcbursan ki, futbolçulara uyğun nəsə qurasan ki, sən ən azından Avropada oynayırsan, nəsə nəticə əldə eləyəsən. Yəni həqiqətən çox çətindir, qat-qat çətindir. Böyük bir təcrübə oldu. 5 il mən federasiyada işlədim, 19-da, 20, 21, bunu elə bil tutaq, il yarımı pandemiya düşdü, belə deyək də. Bu 5 ildə mənə Premyer Liqadan, indi izləyəcəklər, yəqin ki, verilişimiz izlənəndir, yavaş-yavaş reyting qazanır. Təkliflər olub mənə. Səbaildən gedəndən sonra mən həqiqətən də təkliflərim olub Premyer Liqada. Amma qəbul eləməmişəm. Çünki istəyirdim 21 ilə nəsə eləyim, amma təəssüflər olsun ki, ortaya istədiyim bir o mənzərəni, istədiyim o o rəsmi çıxarda bilmədim. Ola bilsin bununla bağlıdır ki, hələ ki təkliflər gəlmir, amma əlbəttə ki, özümü görürəm, çünki mən bu sahənin içindən çıxmışam. Bu mətbəxin içini çox gözəl bilirəm. Ola bilər, bir neçə ildir Premyer Liqada işləməsəm də, amma milli komandada daim işləmişəm, yetərincə enerjim də var, savad da var, baxmayaraq. Əlbəttə, bu gün futbol inkişaf edir, daim öyrənməlisən, öz üzərində işləməlisən. Biz necə ki, deyirik, futbolçu oynaya-oynaya praktika yığır, ustalıq səviyyəsini artırır. Həmçin məşqçilik də elədir. Məşqçilik də elədir ki, məşqçi elə bil işsiz qaldıqca, belə deyək də, işləmədikcə istər-istəməz formadan düşür. İşlədikcə isə həm təcrübə toplayır, həm inkişaf eləyir. İşlədikcə, oxuduqca özümü bu sferada görürəm. Yəni futbolun içində Vallahi bir söz deyim, Azərbaycanda həqiqətən də işləmək biraz çətindir. Bayaq deyirəm, asandır. Asandır o baxımdan istədiyin heyət formalaşsın. Amma səni başa düşən, səni dəstəkləyən klub rəhbəri azdır. Azdır ki, çünki bayaq qeyd elədim ki, sən əlbəttə ki, başa düşən bir rəhbər olarsa, həqiqətən futbolun inkişafını istəyirsə, bir möhkəm bir kollektiv yaratmaq istəyirsə, sırf təklif xatirinə Lizbə işləyim deyə mən yəni işləmərəm. Yəni bayaq qeyd edirəm. Bundan qabaq təkliflərim olub. Yenə deyirəm, baxarlar, bilərlər.
Ola bilsin həmin adamlar məndən inciyib, bəlkə vaxtında təkliflərini geri çevirmişəm indi. Yəni olub. Niyə də işləməyim? Niyə də yox? Amma inşallah indi bir şey olar. Tamam, təşəkkür edirəm gəldiyinizə görə. Sizə ancaq uğurlar arzulaya bilərəm. Çünki biz Samir Əliyevin futbolçu kimi necə bacarıqlı olduğunu görmüşük. Məşqçilikdə də uğurlarınız var. Ümid edirəm ki, inanıram ki, bundan sonra da daha uğurlu olacaq. Sizə ancaq uğurlar arzulayıram. Çox sağ olun. Mən də sizə yenə də minnətdarımı bildirirəm. Həqiqətən də verilişin əvvəlində də söylədiyim kimi, dedim ki, ümid eləyirdim ki, maraqlı bir veriliş olacaq. Həqiqətən də İnsan danışdıqca danışmaq istəyir. Çox gözəl xatirələr var, amma təəssüf ki, bu 1 saat, 20 dəqiqəni, yarım saat hamısını yerləşdirə bilmirik. Çox sağ olun, sizə də uğurlar arzulayıram. Arzu edirəm ki, uzun ömürlü olsun, daha çox reytinqli olsun. Təşəkkür. İnsanlar daha çox baxsın. Çox sağ olun. Çox sağ ol. Deyəndə çox sağ ol. Belə, növbəti 11 adamın sonuna gəldik. Sağ olun, salamat qalın.